Növbəti sualımız tənişlər sistemi mövzusuna aiddir. Tənişlər sistemində təminin köklərinin araşdırılması ilə bağlı məsələdir. Tənişlər sistemində A parametrin hansı qiymətində, tənişlər sisteminin sonsuz sayda həlli olur. Tənişlər sisteminin sonsuz sayda həlli olması üçün X-in əmsalları, Y-in əmsalları və sərbəst sədlərin nisbətləri bir-birinə bərabər olmalıdır. Belə bir hal olacaq. A bölünsün 3 bərabər olacaq, 3 bölünsün A bərabər olacaq, 3 bölünsün 3. Bu iki bərabərliyi nəzərə alsaq, A kvadratı bərabər olacaq 9. Buradan A-nın iki qiyməti olur. A bərabər olur, plusumuz 3. Əgər A-nın müsbət 3 götürsək, 3 bölünsün 3 bərabərdir 3 bölünsün 3 bərabərdir 3 bölünsün 3 olacaq ki, bu halda tənişlər sisteminin sonsuz sayda həlli olur. Doğru cavab 3 olacaq. Mənfi 3-ü ona görə götürməyəcək ki, mənfi 3-ü qoyanlar X-in əmsalları ilə Y-in əmsalları nisbəti bir-birinə bərabər olur, sərbəst sədd fərqli olur. O da tənişlər sisteminin həlli